Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Aslanov küçəsində 91 marşrutundan 100 metr, 150 metr məsafədə tam təmirli, 4 otaqlı, gözəl bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırın, bu ev endirilib. Əvvəl 115 minə qoyulub. İndi sonda yenə də sizə yenə də qiymət deyəcəm, yenə də endirim olmağına olacaq. Gördüyünüz kimi həyətgən sahəsinə rahat maşın daxil olur. Hasarı mozakə ilə belə gözəl rəylənib. Ev 5-6 daş kürsüdə inşa olunub. Həyətin belə buradan bir dənə ətraflı çəkirəm, diqqətlə baxın. Rahat həyətinə maşın daxil ola bilir. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Girən kimi dəhlizlə qarşılaşırıq. Dəhlizin ardası eni 1.10-1.20 olar. Sol tərəfdə mətbəxdir. Mətbəxi gördüyünüz kimi haradasa 13-14 kvadrat olar. Təxmini ölçü deyirəm. Ev kurqabı, qoşadaşdı. Ev yaşayışlı ev olub, təzədən təmir olub, satışa çıxıb. Oturmuş evdir, hörmətli izləyicilər. Nəzərinizə çatdırın. Yəni mərkəzə yaxında ərazidir. Sağ tərəfdə qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağıda təxmini haradasa 3.60-ın, 3.80-ın, haradasa 6 metrə olar. 22-24 kvadrata yaxındır. Sağ tərəfdə burada sanuzeldir. Sanuzel gördüyünüz kimi təmirlidir. Aksesuarlar qoyulub. Kombi sistemləri çəkilib, sadəcə aksesuarlar qoyulmalıdır. O da qiymətinin danışıqdan asılıdır. Burada bir uşaq otağıdır. Hörmətli izləyicilər, nəzərdə çatdırım 2 dənə uşaq, 2 dənə otaqlar həmişə biraz balaca olur, uşaq otaqları. Biri bir qız, biri oğlan otağı içində. Burada bir də yenə balaca bir uşaq otağıdır. 810 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Sonda burada da yenə bir yataq otağıdır. Bu da 14 kvadrata yaxın olar. Pəncərələrindən tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi, hörmətli izləyicilər. Baxın, hər evin içindən, pəncərələrindən evin içinə işıq düşür. Kimlərsə evini satmaq istəyirsəz 055 389 3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 115 mindən 107 minə endirilir. Yəni ev sahibi mətbəxi də təhvil verə bilər, aksiyonlar da qoya bilər. Amma qiymətini danışılan asılıdır. Bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. 107 min start qiymət olub. Real alacaqsa endirim olmağına birbaşa sahibi ilə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satan.